Fikrət Əmrov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub. Doğru Xəbər maqazin xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mədəniyyət Naziri Adil Kərimin müvafiq əmri ilə bəstəkar, xalq artisti Aygün Səmədzadə Gəncə Filarmoniyasının direktoru vəzifəsinə təyin olunub. Qeyd edək ki, Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən çox mahnının müəllifidir. O həmçinin Elçinin Qatil, Şekspir, Hüseyin Cavidin Əmir Teymur, İblis, İlqar Fəhminin Mənəm Mən, Stefan Zweigin Yad Qadının Məktubu tamaşalarına, eləcə də Əlavə Təsir, Sir, Axırıncı Dayanacaq kimi filmlərə musiqi yazıb. Bəstəkar 2011-ci ildə əməkdar incəsənət xadimi, 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.